Universiteti bitirmişdim, ikinci universitet oxuyurdum. Məşq etdiyim yerdə yeni gəlmiş bir məşq yoldaşım var idi. Deyirdi ki, səni sevirəm. İllərdir orada məşq edirdim. Müəllim o davranışına görə onu uzaqlaşdırdı. Amma o yenə də əl çəkmədi. Ailəm məni məcbur əmim oğluna vermək istəyirdi. Mən isə qohum evliliyinə nifrət edirdim. Gördüm oğlan əl çəkmir, dedim ki, yəqin ki, taleyim budur. Onu seçdim. Ailəm razı deyil idi. Çox çətinliklə razı sala bildim, nişanlandıq. Nişanlı olduğumuz vaxtlarda onu işə düzəltdik. Universiteti bitirib işə girdim. 2 il sonra toyumuz oldu. İmkanımız yoxdur deyib qız və oğlan toyunu bir etdilər. Toydan sonra mənim evimdə yaşayacaqdıq. Toy bitəndən sonra ailəsi pulu götürüb getdilər. Evə gəldik, bir ay danışmadıq. Sonra valideynləridir deyib ayaqlarına getdik. Dedilər ki, bir səhv olub. Nə dedilər, nə etdilər? Yenidən adıma kredit götürdülər. Oğlanın uşaq sahibi olma ehtimalı 0 idi. Dedim ki, krediti ödəyim, biz müalicə etdirək. Biz ödəyə bilmirik dedilər. Valideynlərim məcbur qalıb krediti bağladılar. Sonra bir ayıldım ki, oğlan evi və maşını satdırıb. Qaldım borcun içində, yenə də bağışladım. Qardaşımın evində qalmağa başladıq. Bir gün gəldim ki, evə qadın gətirib. Ondan sonra nə qədər yalvarsa da boşandım. Amma sonra nə oldu? Boşanan qadınlar da günah axtardılar.